Kişilərin ürəyinə gedən yol mədəsindən keçir. Nə üçün sevgilin şirin bir insan olduğu halda birdən-birə ad canavara dönür? Narahat olma. Bu bir davranış bozuntusu deyil. Mədə boşaldığında qanda glukozanın səviyyəsi aşağı düşür. Beyin qəbul edilən enerjinin 20%-ni özü üçün istifadə edən acgöz bir orqandır. Mədə boşalan kimi beyin qənaət rejiminə keçir və ilk qapatdığı yer prefrontal korteksdir. Yəni məntiq, nəzakət və səbrin mərkəzi olan ağıl. Beyin ölürük siqnalı göndərib bütün bədəni savaşa hazır vəziyyətə gətirər. Beyin damarlara kortizol və adrenalin maddələri pompalayar. Bu isə stres hormonlarıdır. Eyni zamanda beyin nevropetit Y adlı kimyəvi maddə ifraz edər. Bu kimyəvi birləşmə isə aclıq hissini daha da artırar, təcavüz və əsəb hisslərini oyadar. Bu kimyəvi birləşmə insanın qavrayışını pozur və partnyorunun hara gedək sualını bir təhlükə və hədə-qorxu və ya bacarıqsızlıq kimi qavramasına səbəb olar. Bu təkamüldən qalan bir mirasdır. Babalarımız mədəsi boş, az ikən ov eləyə bilməzdilər. Agresivlik az ikən yemək tapmaq üçün bir motivasiya idi. Məsələnin həlli isə çox sadədir. Məntiqli arqumentlər gətirib özünüzü təbizə çıxarmaqdansa mübahisə etməyib buraxın və sistemə glukoza yükləməyə çalışın. İndi isə de görüm, sənin canavarın hansıdır? Videonu az ikən tanımadığın o canavara göndər.